Dərini təmizlərkən edilən 5 yanlışdan danışacağım. Birincisi, çox isti suyla duş almaqdır. Çox isti suyla duş almaq olmaz, dəriyə zərər verir, qurur. Ilıq və soyuğa yaxın temperaturda suyla duş almaq lazımdır. İkinci yanlış, tez-tez və uzun müddətli duş almaqdır. Belə ki, tez-tez duş alınsa belə, duş müddəti 5-10 dəqiqəni keçməməlidir. Üçüncü, duş zamanı istifadə olunan yuyucu vasitələri demək istəyirəm. Son zamanlarda rast gəldiyim böyük yanlışlardan biri olan paltar sabunu istifadəsidir. Qətiyyən buna yol vermək olmaz, çünki dərini bıcıqlanır və zərər verir. Dördüncüsü, tez-tez və sərt kisələnməkdən ibarətdir. Olmaz, yol verilməzdir. Yəni, həftədə bir dəfə, maksimum həftədə bir dəfə və yumuşaq bir şəkildə kisələnmək olur. Beşinci isə duşdan sonra dərini nəmləndirmə məqsədi ilə ziyansız olsun deyə uşaq yağlarından istifadə edilməsidir. Hansı ki, bu da yanlışdır, çünki bu yağlar dərini nəmləndirmir, sadəcə bir təbəqə əmələ gətirir. Buna görə müxtəlif nəmləndirici kremlərdən istifadə etmək lazımdır.